bizim vətənimizdə, torpağımızda şəhid olan qardaşımızın, Ucarın adına olan bir bulaqdır. Ve geldik bulaqdan başladık. Şimdi gedəcəyik Ablakoyda Ucarın qəhrəman anasını ziyaret etmeye. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət. Allah rəhmət eləsin. Çox güclü, borçlu qardaşlar olub, əmimiz olub. Belə onların adı sanı bizə bugünkü gündə belə əmanətdir. Yəni bizə mal dövlət yox, bu şəxsin, bu şəhidin bizə qoyub getdiyi bir əmanət var, o da qeyrətli namusdur. Vətən uğrunda can verir, zirvələrə ucalmaq hər oğlana nəsibdir. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəman analarını da canlı sağ eləsin. Bugün onların analarının bayramı, bugün şəhidlərimiz öz olmasa da biz oğulları, onların evlatları olaraq onları yad etmək bizim boynumuzun borcudur. Və Rizvan Qasımov və onun üçün bir çox Qarabağ ərləri, qazilər, qardaşlarımız var. Mən şəhid oğlu olaraq onlara öz təşəkkürümü bildirirəm ki, belə bir şeyi necə deyim, yada salır bu şəhidləri, analarını yada salır bu bayram günündə, əziz gündə. Və mən istəyirəm ki, bir çox oğlanlarımız var ki, həqiqətən görsünlər, həqiqət budur. Gəlin, yad edin, yad etməyək, yad edək, xatırlayaq. Onlar bugün bizim müstəqil, azad, suverən yaşamamız üçün canlarından keçdilər. Bir daha bütün şəhid ailələrini, şəhid anaların, qazilərin, Qarabağ əllərin, hamısının, ailəsinin bayramını təbrik edirəm. İnşallah onlara ən gözəl hədiyyə Allah Taala tərəfindən nədirsə, qoy Allah onu qismət eləsin. Başqa bir şəhid oğlu kimi nə deyə bilərəm? Sizlərə də minnətdaram, gəldiniz, yad elədiniz. Borcumuzdur. Çünki bu hamımızın qardaşımız, əmimizdir. Hər bir insanın borcudur ki, gəlsin hər bir şəhid ailəsi. Qazilərimiz var ki, hansı ki, yer xəstəsidir. Gəlsin onları yad eləsin. Şərt odur ki, gelib döyüşmək. Hansı bir insan ki, mülki şəxs olsun, kim olursa olsun, gəlib hər bir evdə, bir evin şəhidi, əlilin, şikastı yad eləsə, o cənnətlik. Heç vaxt bu şəhidlər ölməyəcəklər. Bu şəhidlər həmişə yadlarda qalacaq. Allah hamısına rəhmət eləsin. Hər birimizin qəlbimizdə qalacaq və bizim də borcumuz odur ki, gənclərimizin qəlblərinə açdıq ki, bizim belə şəhidlərimiz var. Bizim həqiqətən də vətən uğrunda döyüşən qardaşlarımız olur. Bunlar belə oğlanlar olmuyor. 80% torpağı saxlamağının uğrunda şəhid olurlar. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gidelim anamızı da ziyarət edək. Gör nə qədər xoşlar. Hər buradan su içən, hər su geçən rəhmət olsun. Allah rəhmət olsun. Allah rəhmət olsun. Bayram mübarək yana. Sağ ol, qadın. Mənə də bayramınız mübarək. Neçə belə bayramlara çıxarsan. Çox sağ ol. Sizlə də. Sizlə də həm. Neçə belə bayramlara, mənə? Sağ ol, qadın alım. Nətər? Peki məni yad edirsən, çox sağ olun. Niyə ağlayırsan? Bax, Vallahi. sənin evladın vətən uğrunda, torpaq uğrunda. Yox, hey. Bugün biz gəlmişik, sizin bayramınızı təbrik eləyək. Çox sağ olun qadın. Gəlin evə gidiyorsun. Gəl. Gedək, gedək. Yox, elə biz sağ qurban olaq, ana. Yox canım, sən Allah eləsin. Siz cavansınız. Yəni, bilirsən nətəri? Bax, bu qardaş Xocavənd rayonundandır. 5 qardaş, 5-i də döyüşüb, 5-i də müharibə əllidir. Onun da anası qəhrəman anadır. Deyir, bu qardaşımız Qarabağ əllidir. Şəhidimizin, igid, qəhrəman şəhidimizin evladı, gör sənin ziyarətinə gəlir. Yunus bu kətdə yaşayır, sən kendini tanıyırsan. Yaqın ki, həmişə də səni ziyarət edir, çox sağ olsun, maraqlanma. Qardaşımız gəncdir, cavandır, elə həqiqətində vətənpərvərdir. Bu qardaşımız da Qarabağ əllidir. Mən də özüm də şəhid qardaşıyam, özüm də 2-ci qrup müharibəliyəm. Sizin evlatlarınız bizim qucağımızda şəhid olur. Birinci bizim borcumuzdur. Gələk biz ziyarət edək.
birinci sizin çətinliklərinizi, sizin müəyyən işlərinizi biz aşıraq. Ona görə ki, bugün biz həyatdayız, sizin evlatlarınız şəhid oldu, vətən üçün, torpaq oldu. Hamımızı deyil, hamısının şəhid balasına kullanır. Sən bugün həqiqətən də fəxr edə bilərsən ki, həqiqətən də sən bir qəhrəman anasan, sənin qəhrəman olun vətənimiz uğrunda, torpağımız uğrunda deyil. Özümüzdə 8 uşağın anasıyam, medalım da var. Allah səni xoşbəxt eləsin. Allah sana sağ dəyməsin. Bax, bu Novruz bayramında mübarək olsun. Əzlərin var olsun, əzlərin canı sağ olsun. Nəvələrin, evlatların, nəticələrin sağ olsun. Sizinkilərlə bilin, sizinkilərlə. Həqiqətən də sən bir qəhrəman anasın. Qəhrəman anasın. Biz sənlə fəxr edirik. Bax, elə ona görə də gəldik səni ziyarət eləməyə. Birinci, biz Qarabağ döyüşçüləri sən problemlə maraqlanmalıyıq. Biz elə eləməliyik ki, sən yəni dövlətə qarşı heç bir şikayətin olmamalıdır. Biz vətənimiz üçün döyüşlük, müstəqil olaq, azad olaq, özümüzün dövlətimiz olsun. Bugün düzdür, dövlət şəhid analarına, Qarabağ əllərinə, kimsəsizlərə, idmançılara, o gözdən əlil olmuşlara öv tikib verilmək ki, amma biz oturuq gözləyirik, deyirik ki, bunu da eləsin, bunu da eləsin. Amma olmayanları qabağa vermirik ki, buna olmuyor. Bilirsən mi? Allah köməyinizə Sağ ol. Anam, bizim problem çoxdur. Laf çoxdur. Amma aşağıdan o təmizlənib getməlidir. Bizim özümüz eləməliyik bunu. Bax, mən valla Yunus dəyər, Yunus Dikətdə yaşayım. Mən həmişə də sizinlə maraqlandım. Ona görə ki, mən bu evə gəlmişəm, bu evə getmişəm. O kitab yazan Əhbər müəllimlə. Sonra şəhid ailələr var ki, mən onların hamısını tanıyıram, yəni maraqlanıram. Mən də sıralı bir insanam sizi kimi, mən də bir döyüşçü kimi, onu sonra bir şəhid qardaşı kimi, əsasən də döyüşçü kimi. İstəyərəm ki, mənim yanımda şəhid olan oğullarımızın anaları yaxşı yaşasın. Biz gedək onu ziyarət edək. Bax, bir dənə döyüşçü mənim anamın yanına gələndə, Gücəli anamızın önündə, mənim anamın bilsə nə qədər qəlbi sevmir. Bənə bu. Bütün analarda yəni odur. Birinci onu görəndə heç bilmədim. Bax, onu görəndə mən bilirsən nə qədər rəhləndim. Elə olmalı da, əlbəttə. Həmişə mən onu görəndə o qədər rəhlənirəm ki, elə bilirəm, mübarək o gətirir mənim stolun başında. Sağ olsun, sağ olsun. Elə həmişə də yəni təşəkkür edirik. Bax, belə döyüşçülərə, yəni döyüşçülərimiz o yolu getməlidir. Bizim döyüşçülər var ki, gedir, o hərəsi bir təşkilat yaradır, başqa işlərlə məşğuldular. Onlar eləməlidir, anam, onlar eləməlidir. Onlar gəlib maraqlanmalıdır, onlar devlətə təqdim eləməlidirlər. Amma gedib damından bir dənə inək çıxardıb, satıb, gedib sənət alana eləmək lazım deyil. Gedib bir inək satır, sənət alır. Gedib bir dana da satıb başqa iş görür. Allah Teala o pulu alıb, onların işini görəndə övünü yıxsın. Allah Teala onlara pul verəndə övünü yıxsın. Anam, bax biz döyüşçülər həmişə səninlə bir yerdəyik. Çox sağ olun, sizə qurban olun. Tahir, Mahir qardaşlar var. Allah rəhmət eləsin. Onun ikisi də vətən uğrunda şəhid oldular. 2 evlad idi. Bir ananın, bir atanın 2 evladı, yəni 3 bacıları, O evlatlar, oğul, 2 evlatlar şəhid oldu. Onların analarının, dədələrin məzarları, məsələn, yenə biz döyüşçülərin, onun bacısının, o elimizin, obamızın çiynində getdilər. Biz bugün elə bir addım atmalıyıq ki, bizim dünyasını dəyişmiş analarımız olacaq. Bizim dünyasını dəyişmiş atalarımız olacaq, hamısı şəhid atası, şəhid anası. Onları biz eləmək, onlara bir yaxın durmalıyıq. Ona əlavə bizim şəhid anaları var. Biz döyüşçülər onları unutmamalıyıq. Şəhərlərdə yaşayan döyüşçülər öz ərazisində olan şəhiddə analarına maraqlanmalıdırlar. Onlara yaxın durmalıdırlar ki, bütün gənclər tanımalıdır. Bəlkə də bu məktəbdə elə oxuyan tələbə var ki, şəhid anasını tanımır. Biz qiymət verməliyik. Biz o şərəfli ada qiymət verməliyik və öz analarımızı, öz o şərəfli yol keçənləri qorumalıyıq. Bunu bilməliyik. Bax, mən bir dəfə gəlmişəm buraya, elə bir işlər oldu ki, ondan bağlı mən gələ bilmədim. Yunus
deyə bilərik, yəni şərəfli, ondan sonra əqdəli, vicdanlı oğlan düz danışmalıdır. Bəlkə də 50 dəfə soruşmuşam. Kim oraya gedək, orada gedək, anayla maraqlı. Çox soruşur. Fillərdə soruşur. Mənə Allah rəhmət eləsin o dur oğlana ki, getdi Özümüzə borç bildik, Sizin də ölənlərinizə hamısına rəhmət olsun. Onların da yolunda mən, Allah məni öldürsün, mən pis Sən öldürməsin. Səni öldürməsin. Birdən kimləri Əlim ayağım Şərəfsiz çörək yeyənləri öldürsün mənə. Səni Sənin öldürməsin. haqqını yeyənləri öldürsün. O bizim adlarımızla, o şərəfli adla istifadə edənlər ölsün. Al olsun onlara. Qaldı nənə. Bəyəqləri qardaşım daha dediyi kimi, bizim şəhid evladımızın evladı, bizim evladımızdır, bizim qardaşımızdır. O dediyi kimi, sən bir oğul itirdin, minlərlə oğul qazandın. Bizim hamımız sənin evladındır. Bütün nə qədər ki, gənclərimiz olur, vətənpərvər ailəsinə, özünə qiymət verən oğullar, hamısı sənin evladındır. Nənə, sənin oğlun bəlkə də bu evdə, bu fani həyatda, bu cür yaşayışda yox. O Allahın ən gözəl verdiyi, Allah bəndəsinə, məxluqatda 2 dənə dəyərli hədiyyə verir. Biri şəhidlikdir, biri qazilikdir. Sənin oğlun onların ikisində də qazandı Allahın Allah cənnətində. rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Sən bu günlərin bir çoxları villada, altında maşında gəzər, yekə-yekə danışa bilməz amma sən qabaq. Çünki sən şəhid anasısın. Sən elə bir necə deyim, gözəlliyin, elə bir simanın bir insanın anasısan ki, o əl çatılmaz bir zirvənin anasısan. Sən bu gün danışanda yer titrəməlidir və titrəyəcək də. Gün gələcək ki, axirət günündə sənin oğlun qalxacaq, ən gözəl ucalardan sən onu görəndə deyəcəksən ki, ilahi, mən faniyyətdə yox, əbədiyyətdə mənim oğlumun deyildim. O orada cənnətdədir. Biz fəxr edirik ki, sizin kimi analarla. Hər şey yaxşı olacaq. Çox sağ olun. Ana. Sizin gələn ayaqlarınıza qurban Yox, olun. mən də Yox, Allah elə demə. Biz səni yazırıq. Bugünkü gündəki məni anırsınsa, sizin hamınıza mən qurbanım. Prezident də təkdir. Ya belə deyil. Hə. Yəni o da təkdir. O da Vallahi deyir bax, ki, bütün hər bir şəraiti yaradır. Vallahi bax, nə hansı bir təşkilatlarla gəlmişik. Nəsə devlət tərəfindən gəlmişik. Özümüz. Sadəcə olur. Əlbəttə bu devlətin evlatlarıyıq. Hamımız sizin kimi sıravi insanlarıq. Amma hər şey devlətin sınırına olmaz. Mən bəxtlar dedim. Şərəfsiz bizim döyüş yoldaşlarımız var ki, demə, devlətin istifadə edib milyardı trilyonu var. Bizə də gəlib şəhid anasının qapısını aşmayır. Yox, mən görməmişəm. Hə. Yəni öz döyüşçülərimizdən gedir. Əgər onlar vətən uğrunda, millətimiz uğrunda, bugün onlar əgər devlətimizi istəyirsə, onlar demə, o milyardlarından istifadə eləsinlər. Gəlsinlər şəhid analarla görüşsünlər, problemlərini həll etsinlər. Onları devlət tərəfə yönəltməsinlər. Deməsinlər ki, bunun hamısını devlət eləməlidir. Bəs sən nə eləməlisən? Devlətin səbəbinə saraylar tikibsən, devlətin səbəbinə şadlıq evlər tikibsən, məsələlər yaradıbsan, təşkilat yaradıbsan, həmən şəhidlərimizin adına. Gəl elə də, nə yerdəki təşkilatlara eləyirlər, rayondakı təşkilatlara. Nə də ki, yerdəki o şəhid analarına eləyirlər. Anam, Allah yenə səni var eləsin, bayramın mübarək olsun. Allah Teala sənin nəvələrini, nəticələrini, evlatlarını var eləsin. Səni Allah Teala onların, bax, bizim üstümüzdən əksik eləməsin. Allah Teala bizim üstümüzdən əksik eləməsin. Çox sağ olun. Bax, çox sağ olun. nə vaxtda lazım oldu, qardaşımız Yunusədir, xəbər eləsin. Bax, darıxdın, den o balaları çağır, gələk söhbət edəyək. Vallahi gələk. İnşallah nənə, nəzərimizdəsən, özümüz də gələcək. Gələcək. Bax, laf, Yunusə deyil, ay Yunus. Bala, məni götür, apar, bizim döyüşçülər evdə. Gəl otura, anamızla tanış ol, bizlə, sən bizim anamızsan. Nə olar, gəl sən də... Şərbət canım. Gəl bir evlatlarını da ziyarət elə. Bizlər də sən evladı, unutma. Bizlərə də sən gələr. Gətirəcəyik. Hər təsəvvür etsən, hər oğlun evində biraz qalsan, Vaxt gələcək. Yaxşı olacaq. Gün də gələcək, gün də, vaxt da, zaman da gələcək. Bizim Ali Baş Komandanımız da bir dənə əmr versə ki, ölmək üçün yox da, ölməyimiz bəsdir. Öldürmək üçün. Ancaq öldürmək, bir də qanımızı qisasımızı almaq, bir də ki, bizim bayraq gec, tez öz Qarabağımızda Allah Allah. Bəxləri bir onda xəstə bizim şəhidlərimizə ruhu şad olar. Bəli, bəli. Ana, bəxlər bir xəstəmiz var, döyüşçüdür, xəstədir, yer xəstəsi, 4 aydır yataqda.
O mənə birində zəng elədi ki, mən heç nə demirəm, bir dənə sadə deyirəm. Mən özümə qəsd edirəm, canıma qəsd eləmək istəyirəm. Yazıq. Mən getdim onlara, onun ailəsi dedi, Qadan xanım Rızvan, o özünə qəsd eləmək istəyir. Getdim mən onunla söhbət elədim, ona toxtarlıq verdim. Yəni, bugün də dedim, sən özünə qəsd eləməklə, yəni o Allahın qarşısında o günahdır. İnsan, Allah Teala sağ verdiyi cana sən qəsd eləyə bilməzsən. Bu bir, ikinci də sən elə elinin, obanın gözündən düşərsən ki, bu nə idi ki, bu gəldi belə elədi. Sən müharibəyə gedəndə hansısa bir təməmmə dalınacaq getməmişdin, hansısa qəhrəmanlıq dalınacaq getməmişdin, sən getmişdin vətənini, torpağını müdafiə eləməyə elədin. Sən niyə özünü öldürməlisən? Deyir, filan kəs bunu deyir, o birisi bunu deyir, bu birisi bunu deyir. Deyirəm, görürsən, onlar səni yiyir. Onlar yaxşı insan olsa, sənə dəstək olarlar. Səni müdafiə eləyərlər. Yoxsa sənə deməzlər ki, özünü öldür, özünü yandır, yanağa. Bizim elə beqriyyət yoldaşlar da var. Elə axmaq adamlar da var. İndi, anam, biz səni evlatlarımız. Toyuğum da var, xoruz da var. Kəsim, qızardım yiyir. O nəzi böyük şey. Sağ ol. Öpürəm anam, öpürəm. Allah qızardım. Öpürəm anam, öpürəm. Çok sağ ol. Bak elə bir gəldik səni gördük, milyon yemişik. Kendine çörek pişirmişəm. Sağ ol. Bərəkətli olsun. Allah razı olsun. Elə həqiqətən də qəhrəman anasan, həqiqətən də qəhrəman anasan. Çok Qədir sağ ol, edirik. qazanalım, çok sağ ol. Öpürəm, qada görmə, biz sən qadan alaq. Öpürəm Yok, anam. bu xoruzu kes qurdular. Yox, yox, yox. O uşaqların yerimiz var. Hə. Biz ona görə Gelək yerimiz var anam. bir nəfər də var, şəhid anası da onu Hə, görür. qoy ziyarət eləyək, analarımızı ziyarət eləyək. Bayramın günü. Çok sağ olun. Əziz bayramlar sizə dəyməsin. Sağ ol, sağ ol. Həmişə üstümüzdə yar olsun. Sağ ol. Qənədini salsın sizin üstünüzdə, bax belə, qənədini saxlasın sizə Allah dəyməsin. Çox sağ ol anam. Çox sağ ol. Yazıq da, gedən günümüz gedib, gələn günümüz pis gəlməsin. Öpürəm. Anam ürəyimizi açdı. Yazığı bizə, yazığı bizə gəlsin. Yazığı başı, ləkəhli, ağ və şəhli analara gəlsin. Çox sağ ol, sağ ol. Sizi Allah özü qorusun, qənədini lata saxlasın. Bu da sən adam ol. Sağ ol, sağ ol. Təşəkkür Allah, ederim. Allah qorusun sizi, bala. Allah qorusun. Təşəkkür edirik anam. Təşəkkür edirik. Allah sağ dəyməsin. Allah nə qədər ki qəlbində xoş arzularım var, nəvələrinə, nəticələrinə, evlatlarına qarşı, onların hamısı çin olsun. Allah hamısını xoşbəxt eləsin. Sağ olun, qazanın. Biz də sənin Sizlə var. bəxam dedim, bir evlat itirdin, yüzlərlə evlat qazandın. Gələcəklər, inanıram gələcəklər. Qarbaş çəkəcəklər. Vətən uğrunda, torpaq uğrunda döyüşən qızlarımız var, oğullarımız var. Bizim bir qəhrəman bir bacımız vardı, Kəmalə. O gəlmək istəyirdi, onun başı elə qarışdın getdi, o da gələcək sənin ziyarətin, ana. Gətirin. Beyləqan rayonunda yaşayır, Gətirin, onu da görün. qəhrəman döyüşçü olur. Biz neçə qəhrəman döyüşçülər Qəhrəman var. qızlarımız, Ha. qəhrəman oğullarımız. Bax, onlar da gələcək var sənin ki, ziyarətinə. Niyə yoxdur, yox, var. Bəli. İndi devlətimizə də gəldikdən o deyirik belə, birdən televizora baxıram, yetimxanada yaşayan evlatlar var da, onlara ailə qurdururlar. Onları toyun eləyirlər, onlara öv verirlər. Qarabağ əlini öv verir, maşını verir. O gözdən əlli olmuş qardaşlara öv verir. Bunun hamısını eləyir. Bu aşağıda oturanlar düzgün mevzi. İstiqamətləndirmir. Bir də, anam, günahın hamısı bizdədir. Haqqımızı tələb eləyəm. Biz döyüşçülərdədik. Bir dənə mağazin yer eləyib, biraz qazanc eləyən kimi başımız qarışır, ancaq özümüz üçün. Yəni nə olar, bir dənə də şəhid anamızı yada salaq, bir dənə xəstə döyüşçüsü yada salaq. Bizim birinci qrup əllər var ki, pastel yatığıdır, yatağıdır. Bunu nə vaxta kimi devlət eləyəcək? Bir də özümüz gedib bir ziyarət eləyib, bir baş çəkək. Anam, yenə bayramın mübarək olsun. Neçə belə bayramlara çıxasın. Neçə belə baş... Ayaqlarımıza qurban olun. Yenə gələcəyik. Allah sizə dəyməsin. Qəhrəman bacılarımız, qardaşlarımız var. Gəl sən ziyarət eləyəcəyik. İnşallah. Sən bizi bağışlayırsan bir Kim dura. gəlsə mənim, gözümüzsə onun yerim. Sağ ol, gözün var olsun. Qəhrəman ana nətər olur? Çox Anam, öpürük, sağ olun, öpürük. sağ Bax olun. yenə. Qoy, Ayaqlarınıza Sağ qurban ol. olun. Sizə qurban olun. Xoş gəldiniz. qardaşımız qoy bizim bir kollektiv şəklimizi çəksin.
Bir daha bayram mübarək olsun. Qoy verəcəm, Gülsə də verəcəm bu şəkildən gətirib verər. Gönül, əsas ananın o o dediyim ana, yenə bayram mübarək olsun. Allah səni değməsin. Sağ olun qardaşım. Bayramınız mübarək olsun. Bayramınız mübarək olsun. Sağ olun. Sizə qurban olun. Hoş gəlirsiniz. Allah sizə Çox sağ ol. değməsin. Elimizdən, günümüzdən Allah sizi əksik eləməsin. Çox sağ ol anam, çox sağ ol. Allah çox sağ ol. tala sizi, bax belə əllərimi tuturam, elə sizi qorusun. Sağ ol Allah anam. sizə değməsin. Təşəkkür edirəm. Çox sağ ol. Əlbəttə anamızsan. Əlbəttə anam. Bizə xeyir dua verirsən. Çox sağ ol. Öpürəm. Sağ ol. Çox sağ olun. Qurban olum, çox sağ olun.